Salam əleykum dəyərli izləyicilər. Sizi bitkilər haqqında ümumi məlumat səhifəsindən salamlayıram. Bu gün yenə də sevimli bitkimiz olan Spatulina haqqında danışacağam və bu bitkini yəni 2 videomuzda xüsusi nüanslara toxunmuşduq, püf nöqtələrə toxunmuşduq və qeyd etmədiyim, yenə də sorğu olunan bəzi məqamlar var idi ki, onları da yenə də sizə açılışını vermək istərdim. Bitkimiz tropik iqlimdə yetişən bir bitki olduğu üçün məlumatdır ki, nəmişliyi sevən bir bitkidir. Və biz onu nəmişliyi verən zaman bəzi səhvlər edirik. Necə səhvlər? Yəni biz hafif duş aldırmaq deyirik buna. Yəni duşun xodunu bir az xod verərək onu yuyundururuq. Yay vaxtı xüsusi bunu etmək lazımdır. Qışda püskürtmək və yaxud da ki, yarpaqlarını silməklə də bunu etmək olar. Yayda xüsusi bunu edən zaman bitkimiz həddən artıq sulanma olur. Bitkimizdə həddən artıq sulanma olur. Bitkimizin bəli, torpağını nəm saxlamaq lazımdır, amma islaq saxlamaq olmaz. Bu bitkilərimizdə nə fəsadlar verir? Bitkilərimizin uzlarında qaralmalar, böyürlərində qaralmalar verir və bitkimizdə getdikcə köklərində bu ilkin xəbərdarlıqdır. Bitkilərdə getdikcə köklərində çürümələr baş verir və bitkimiz məhvəyə doğru gedir. Və bunun qarşısını almaqdan ötürü biz nə etməliyik? Deməli, bitkimiz duş aldırdığımız müddətcə bitkimizin səthini, torpaq səthini deməli salafanla bağlayırıq, salafan poşetlərlə bağlayırıq. Belə duş aldırırıq. Ondan sonra isə onu götürürük. Sulamasını isə ayrı edirik. Bu zaman isə artıq torpaqda islahlıq yox, nəmli olacaqdır və bitkimizdə kök çürüməsinin qarşısını alacağıq.